Ramazan ayı, oruc nə qədər Allah Taala'nın buyurduğu kimi, nə qədər Allah Taala'nın əmr etdiyi kimi tutularsa, yəni insan bu oruc səbəbi ilə təqva sahibi olmalıdır. İnsana təqva gəlməlidir. Allah qorxusu gəlməlidir. Yəni baxın, uca Allah Quran-ı Kərimdə oruc ayələrinə belə başlayır. Ya eyyuhellezine amenu kutibe aleykumus-siyamu kema kutibe alellezine min qablikum leallekum tettaqun. Ey iman gətirənlər, sizdən əvvəlki ümmətlərə oruc fərz edildiyi kimi sizə də fərz edildi ki, təqvalı olmağınız üçün. Və alimlər deyirlər ki, oruc bizə fərz olunub ki, biz onun səbəbi ilə təqvalı olaq. Və təqva Allahın əmirlərini yerinə yetirib və qadağan etdiyi şeylərdən çəkinməkdir. Yəni insan nə qədər Allahın əmirlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinirsə, deməli artıq müsəlman, yəni həmin mömin, yəni təqva sahibi sayılır. Və bu təqva da ki, bu Allahdan qorxu da ki, insana oruclu vaxtı daha da rahat hasil olur. Yəni Allah Taala insana bunu asanlaşdırır. Və bu orucun bərəkətidir. Və Allah Subhanahu taala oruc ayələrində sonra davam eləyir, bir neçə bəzi əhkamlardan danışır və növbəti səhifədə Allah Subhanahu taala buyurur ki: "Və kəzəlikə yubeyyinullahu ayatihi lin-nasi la'allahum yettaqun." Bəzi əhkamlardan danışır, orucun əhkamlarından və sonra uca Allah buyurur ki, Allah Taala öz ayətlərini insanlara beləcə açıqlayır ki, onlar təqvalı olmaq üçün. Onların təqvalı olması üçün. Yəni baxın, təqva ilə başladı, təqva ilə bitirdi. Və ona görə alimlər deyirlər ki, yəni mütləqdir ki, insana orucdan təqva hasil olmalıdır. Mütləqdir. Əgər Allah Taala'nın buyurduğu kimi, Allah Taala'nın razı qaldığı kimi orucu tutursansa, yəni mütləqdir ki, insana təqva hasil olmalıdır.